Bismillahirrahmanirrahim. Mina Vasif, Eymen Zidan, Hüseyin İcac, Qasim Məlhət, Əli Şəqir, Xalid Əl-Amir və başqaları fəqihlərin imamı fiqhlər. جعفر الصادق نور شع بالعلم فأرشد لا يضاهى في تقاه وبالحق مؤيد جعفر الصادق نور شع بالعلم فأرشد لا يضاهى في تقاه وبالحق مؤيد علمه علم الرسول رأيه السهم المسدد كيف لا يرقى الثريا كوكب من آل أحمد صفوة من أصفياء وسليل الأنبياء ده إمام الفقهاء واسمه في الدين يذكر Filmin rejissoru Sami Əl-Cənadi. Otuzuncu hissə. İmam Hüseyin əleyhissalamın qiyam eləməsi, ondan sonra da qiyamın olmaması labüd idi. Onlar nə elədiklərini hamıdan yaxşı bilirlər. Onlar Peyğəmbər sallavatullahın sözünə əməl eləyirdilər. Onlardan qabağa keçməyin, azarsız və onlardan dala qalmayın, həlak olarsız. Onları öyrətməyin, çünki onlar hamınızdan biliklidirlər. Allahın salamı ona və ailəsinə olsun. Allahın salamı ona və ailəsinə olsun. Allahın salamı və razılığı onların hamısına olsun. Ağam, Mərvan döyüş meydanından qaçdı. Özünlə bir neçə əskər götür. Onun başını özünlə gətirməsən geriyə qayıtma. Oldu. Bəs niyə bunların hamısını indi deyirsən? Bizi bura nə üçün gətirmisən, ey səxir?
Biz hələ heç nə itirməmişik, qardaşlar. Seçim eləməyi sizin öhdənizə buraxıram. Döyüşmək istəyən getsin. Döyüş meydanı yaxındadır. Ondan uzaqlaşmaq istəyənsə, mənlə gəlsin. Bəs Asim necə? Eşitdiklərinizi ona da çatdırın. Sizə dediklərimi eynən ona da deyin. Peygamber ve ehli beytinin razılığı. 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 Peyğəmbər və əhl-i beytinin razılığı. Peyğəmbər və əhl-i beytinin razılığı. Peyğəmbər və əhl-i beytinin razılığı. لا يرد غضبك إلا حلمك ولا يجير من عذابك إلا رحمتك ولا ينجي منك إلا التضرع إليك فهب لي يا إلهي فرجا بالقدرة التي بها تحيي أموات العباد. İmam Cəfər-i Sadiq əleyhissalam bizə belə buyurmuşdu. Yaradan insanı kişi və qadından qərar verdi və onu düşüncə sahibi etdi. Bununla onu ehtiyaclı etdi və ehtiyaclarını yaratdı. Ehtiyaclarından faydalanmaq üçün ona bədən üzvlərini bəxş etdi, öz rəhməti ilə əhatə etdi, ona dərrakə verdi, mükafat və cəzanı təyin etdi. Bacarıqlarından istifadə eləmək üçün ona qüdrət əta etdi. Ona seçim azadlığı verməklə höccətini tamamladı. İnsana bacarığına görə əta etdi və ona şükr etmə nemətini bəxş etdi. Allahdan başqa bizə bunları kim verə bilərdi? Bu nemətlərin şükrünün həddi hüdudu yoxdur. İmam Cəfər-i Sadiq, Allahın salamı ona olsun, bizə buyurdu. Pislik, kimin onu eləməsindən asılı olmayaraq pisdir. Elə isə bizi zinətləndirin, bizi bədnam və üzüqara eləməyin. Allahdan qorxub ona qarşı təqvalı olanlar bizim şiələrimіздəndir. Qiyamət günü elə bir insan olmayacaq ki, Peyğəmbərin şəfayətinə ehtiyacı olmasın. Allahın salamı ona və onun ailəsinə olsun. İmam Cəfər Sadiq əleyhissalam bizə belə buyurdu. Ən gözəl əfv güclü olan zaman bağışlamaqdır. Ən gözəl əməl pislikdən əl çəkməkdir. Ən gözəl həya insanın özündən utanmasıdır. Ən gözəl şey təqvalı olmaqdır. Ən gözəl ədalət məzluma kömək etməkdir. Ən gözəl elm əməllə olan elmdir. Ən gözəl söz əsaslı sözdür. Ən gözəl səxavət fədakarlıqdır. Ən gözəl paltar təqvadır. Ən gözəl mürüvvət xeyirxahlıqdır. Yoruldun? Sənlə bir yerdə olan yorular. Qardaş qayğısı göstərirsən?
Kaş ki gələn günlərdə səndən ayrılmayaq. Bax onda səndən səmimi olduğumu görərsən. İnşallah. Sən mənə göz bəbəyi kimi əzizsən, Asim. Doğrudan? Allah səni qorusun, qardaşım. Əgər qardaşların sağ olsaydılar, başqa kişilər kimi onlar da öz evlərinə qayıdardılar. Yoxsa mən elə gəlir. Sağ-salamatdılar və qayıdıb səni sevindirəcəklər. Bunu hardan bilirsən? Nəsə eşitmisən? Yoxsa münəccim olmusan? Yox, heç birisi nənəcan. Xədicə belə deyir. Ürəyinə belə damıb. Deyir ki, yaxşı yuxu görmüşəm. Allah xeyrə calasın. Allah xeyirli eləsin. Ey Təmimin atası, Kərəmani səni öldürmək istəyir. O, Xorasanilərlə ittifaq bağlayıb. Məncə buna nail olacaq. Tez kağızla qələm gətir. Mən sənə dediklərimi Kərəmani üçün yaz. Səndən qərarından əl çəkməyini istəyirəm. Gəl birlikdə bir nəfəri seçək. O bizim hamımızı razı salsın. Məktubu alan kimi cavab yaz. اللهم يا عالم الخفيات ويا راحم العبرات يا مجيب الدعوات يا رب الأرضين والسماوات يا من لا تتشابه عليه الأصوات صل على محمد وآل محمد
واجعلنا فيها من عتقائك وطلقائك من النار والفائزين بجنتك الناجين برحمتك يا أرحم الراحمين وصلى الله على محمد وآله أجمعين وسلم تسليما. Bu məktub Nəsir ibn Səyyardandır. O məni vuruşmağa, qanın tökülməsinə son qoymağa dəvət eləyir. Mən qəbilə adından həm sizin, həm də onların razı qalacağı bir nəfəri seçmək istəyirəm. Bu barədə fikriniz nədir? Nə deyirsiniz? Əgər bu işdə bir hilə yoxdursa və bunu xoş niyyətlə eləyirsə, onda İbn Səyyarın bu təklifi çox gözəl təklifdir. Bu müharibələr nə qədər davam eləyəcək? Əba təmmə çatdır ki, təcili onun yanına gəlirəm. Tez ol. Adamlarımızın ən yaxşılarından 300 nəfər götür və dərhal Xorasan məntəqəsi ilə Kərəmaninin şərqəsi arasında olan vadiyə yola düş. Orada puskuda dur. Kərəmani oradan keçəndə qəflətən ona hücum elə və onu öldür. Xoş xəbərlər gözləyirəm. Onunla özbəöz gəlmə, yoxsa səni məğlub eləyər. Çalış ki, ona qəflətən hücum eləyəsən. Əks təqdirdə o sənin başını üzəcək. Əziz həyat yoldaşım, həmişə sual dolu nəzərlərlə mənə baxırdın. Gözəl əxlaqın və ədəbin o sualı mənə verməkdən səni çəkindirirdi. Gözlərin məndən soruşurdu. Sən kimsən? Hansı nəsildənsən? Hansı ailədənsən? Əzizim, bil ki, mənim dədə-babalarım insanların ən əşrəfli olanlarıdır. Onlar zalimların didərgin saldıqları məzlum əhli beytdəndilər. Mənim atam Əli İbni Cəfərin oğlu Dəmirçi Haşimdir. Onun nəsli Əli İbni Əbi Talib əleyhissalama və xanımı Həzrəti Fatiməyə gedib çıxır. Allah qiyamət günü bizim heç birimizi onlardan ayrı salmasın. Onların yaşadıkları yer Allah Rəsulunun şəhəridir, ən şərəfli insanların məntəqəsi. Onlar haqqında soruşsan, nəticəyə çatarsan. Əzizim, mən sən və Səkinə üçün bir irs qoymamış olsam da, onun sirrini qardaşım Zuheyrin yanında qoymuşam. Ümidvaram məndən Allahı Rəbb olaraq, Muhəmmədi Allahın salamı ona və ailəsinə olsun, Peyğəmbər olaraq, İslamı din olaraq, Quranı kitab olaraq, Kəbəni qiblə olaraq, Əlini imam və vəli olaraq, Həsən, Hüseyin və məsum övladlarını imamlar olaraq bəyəndim deyib, döyünən qəlbi məndən irs apararsan. Buyur, qardaşın evinə xoş gəlmisən. Allah həm bu evi, həm də sakinlərini qorusun. Gedim sizə yemək hazırlayım. Əyləş qardaşım, əyləş.
İmam Cəfər Sadiq əleyhissalam bizə buyurdu. Allahın bir hərəmi var ki, o da Məkkədir. Allah Rəsulunun Allahın salamı ona və ailəsinə olsun. Bir hərəmi var, o Mədinə şəhəridir. Möminlər əmiri Əli əleyhissalamın bir hərəmi var. O da Kufədir. Bizim də bir hərəmimiz var, o Qum şəhəridir. Orada mənim övladlarımdan Fatimə binti Musa adlı bir xanım dəfn olunacaq. Onu ziyarət edənə cənnət vacib olacaq. Sənə görə çox narahat idim, Səxir. Böyük bir hadisəni müdafiə eləmək üçün getmişdim. Ya onun uğrunda şəhid olmalıydım, ya da sağ qayıtmalıydım. Bizim boynumuzda hər kəsin haqqı var, ey Hind. Ona görə də əvvəllər məndən soruşduqlarını sənə yazmağı qərar aldım. Allaha çox şükür ki, sağ-salamat qayıtmışam. De görün, bəs buralarda nə xəbər var? Təlhəni öldürüblər, cəsədini də canavarlar yeyib. Bundan başqa xəbər yoxdur. Necə, öldürülüb? Kim öldürüb? Harda öldürülüb? Deyirlər qulluqçusu Cövhər öldürüb, malını doğruluyub, sonra da canavarlar olan bir yerə atıb. Əgər Təlhə özü qatil və oğru olmasaydı, nə öldürülərdi, nə də mal oğurlanardı. Allah gecikdirir, amma unutmur. Güc və qüdrət yalnız Allaha məxsusdur. Deyirəm, səni görən elə bilər neçə ilin dəmirçisisən. Dəmirçi Haşimin qızı deyiləm. Burada odla, dəmirlə, kömürlə nə vaxta qədər qalacağıq? Sənin yaşıdların bəzənib düzənib öz ərlərinin yolunu gözləyirlər. Mən sən fikirləşdiyin kimi fikirləşmirəm. Amma eybi yoxdur. Qardaşım Səxir qayıdandan sonra bu işi onun öhdəsinə qoyub, sən və nənəmlə oturub doyunca dərdləşərik. And olsun ki, Rəbiyə qəbiləsi zəfər çaldı. Mənim düşmənim çox məyus olduqda xəyanət edildi. Onlar mənim çox möhkəm olduğumu gördülər. Mənim məğlubiyyətimdən zövq alana çox şiddətliyəm. Mən ona qala, dayaq, böyük bir cənnət oldum. Onun yaşlısı da, cavanı da mənə tərəf qaydırdı. Çirkin əmələ meyl elədilər, sonra eyni bəhanələr gətirdilər. Çirkin əməli müridindən başqası eyləyər, uzaq olan ölümü Kərəmaniyə zorla çatdırdım. Adi insanlar da ölümə belə yaxınlaşırlar. Ağam, ağam. Nə olub? Sənə nə olub Təlhəz? Nə xəbər var? Bu əvin Mərvan ibn Həkimin övladlarından 80-dən çox adam öldürülüb. Onlar indi xilafət sarayına tərəf gəlirlər. Ordumuzda olan əskərlər əldən düşüb, onların qarşısını ala bilmirlər. Özünüz və ailənizi qorumaq üçün nə edəcəksiniz, ey əmir əl-möminin? Qaranlıq düşəndən sonra qaçacağıq. Gedin, hazırlaşın.
Əssalamu əleykum. Aleyküm salam. Ağan İsmayılı görmək istəyirəm. Buyur keç. Əssalamu əleykum. Aleyküm salam. Əleykum salam. Buyur, eşidirəm səni. Ağam Mərvan İbni Muhammed sənlə məsləhətləşmək üçün onun yanına gəlməyini istəyir. Məndən məsləhət istəyir. O indi hardadır? Mən sənin yanına gələndə o hərranda idi. Tez olun, yolumuza hazırlıq görün ki, nə qədər o hərrandadır, gedib ona çataq. Yəqin ki, çox mühüm işdir. Mənim qızım, gözəl qızım. Allah səni saxlasın. İsa ibn Məryəm, Allahın salamı ona olsun buyurdu. Ey həvarilər, mənim sizdən bir xahişim var. Onlar dedilər, ey Ruhullah, istəyinidir. O qalxıb ayaqlarını yudu. Həvarilər dedilər, biz bu işə daha layiq idik, ey Ruhullah. O cavab verdi, həqiqətən qulluq etmək üçün insanların arasında ən layiqli olan alimdir. Mən belə təvəzzükarlıq etdim ki, məndən sonra cəmaatın arasında mənim sizə etdiyim kimi təvəzzükarlıq eləyəsiz. Sonra İsa əleyhissalam buyurdu, hikmət təkəbbürlüklə deyil, təvəzzükarlıqla olur. Həmçinin toxum da beləcə bağda deyil, düzənlikdə bitir. Möminlərin əmiri Əli əleyhissalam deyirdi, ey elm axtaran, alimin 3 əlaməti var. Elm, helm və susmaq. Ağam, bəs yalançının əlamətləri var? Bəli. Əli əleyhissalam buyurdu. Yalançının da 3 əlaməti var. Ona nəsihət edənlə mübahisə edər, bilmədiyini danışar və əl çatmaz olana girişər. Mənim ağam, alimin şagirdin boynundakı haqqı nədir? Möminlərin əmiri Allahın salamı ona olsun buyurdu. Alimin haqqı odur ki, ona sual verməkdə həddini aşmayasan, paltarından yapışmayasan. Onun yanına gəlib, onu cəmaatla birlikdə görsən, onların hamısına salam ver, sonra ona ayrıca salam ver və onun qarşısında otur. Arxasında oturma, göz vurub əlinlə işarə etmə və onun sözünə əks olaraq filan kəs belə dedi, filan kəs bu cür dedi deyib, sözü çox uzatma. Onun yanında çox qalmağınla onu incitmə. Alimin məsəli xurma ağacı kimidir. Gözləyirsən ki, meyvəsi yetişib özü düşsün. Helm göstərənin savabı oruç tutub, namaz qılıb, Allah yolunda cihad edənin savabından çoxdur. Hind, Asim hardadır? Asim Züheyrlə bir yerdə getdi. Ola bilsin ki, dükana gediblər. Yaxşı. Səxir, hara gedirsən? Mənə dəmirçi dükanını xatırlatdın. Kömür, tüstü və dəmirdən çıxan çəkicin səsi üçün yaman darıxdım. Mən gedim. Xanım, bu sizin səxrin yanında əmanət qoyduğunuz malın sənədləridir. O hələ getməmiş bu sənədləri mənə tapşırdı. Sənədlərin hamısı sizin adınızadır. Buyurun.
Camaat, ədalətsizlik və zülm zamanı bitdi. Haqqı bərqərar eləməyin vaxtı gəlib çatdı. Abbasilər, əhl-i beytdir və Allah Rəsulu mirasına sahibdilər. Buna görə də sizi ağam Abdullah Əbu Abbas ibn Muhammedə beyyət etməyə dəvət edirəm. Peyğəmbər əhl-i beytinin razılığı! Peyğəmbər əhl-i beytinin razılığı! Peyğəmbər əhl-i beytinin razılığı! Rəbbimiz peyğəmbərlərindən ən sevimlisi və ən hörmətlisini insanları etdikləri böyük günahlara və pis işlərinə görə öz hilmi, səbri və bağışlanmasından məhrum etməyərək ən əziz peyğəmbəri Muhammed ibn Abdullahı seçdi. Allahın salamı, onun dünyaya gəlməsi şərəfin zirvəsidir. Əsili çox nəcib və alicənabdır. Onun nəsli pakdır. Əlamətləri elm əhlinə naməlum deyil. Onun haqqında əvvəlki peyğəmbərlər öz kitablarında müjdə veriblər. Alimlər onun əlamətləri barəsində danışıblar. Hikmətli insanlar onun barəsində düşünüblər. O çox əxlaqlıdır. Haşimi qəbiləsindəndir. Müqayisə olunmazdır. Şərəf şöhrətdə hamıdan üstündür. Həya onun xüsusiyyətlərindəndir. Onun təbiəti səxavətli olmaqdır. Nübüvvət onun əxlaqı əsasında yaradılıb. O təbiətcə risalət xüsusiyyətləri əsasında boya başa çatıb. Sonda Allahın təqdir etdiyi oldu. Allahın əmri ilə onun barəsində qəza və qədər gerçəkləşdi. Ölüm onun barəsində gerçəkləşdi. Hər ümmət onunla müjdələnir. Şükürlər olsun nəvələrimi sağ-salamat qaytaran və bu günü görməyim üçün mənə ömür verən Allaha. Bugün mən zalımların zəlilliklərini, məğlubiyyətlərini gördüm. Onlar məni alçaldıb təhqir eləmək üçün balamı yandıraraq öldürdülər. Nəvələrimi gözümdən uzaq yerə sürgün elədilər. İndi zülm özlərinə qayıtdı. Sizə dediklərimə yaxşı qulaq asın və yadda saxlayın. Mən Kufəyə vali təyin edilmişəm. Güman edirəm ki, siz hamınız məni və ata-babalarımı yaxşı tanıyırsınız. Hakimiyyətin Bəni Üməyyədən Abbasilərə keçməsi uğrunda nə etdiklərimizi də bilirsiniz. And olsun Allaha, Vəlid İbni Yezid İbni Əbdülməlik öldürənlərdən biri mənəm. Bilin ki, biz haqqı itirib zəlalətə tabi olan fasiqi öldürdük və ədaləti bərqərar elədik. O Xalidə deyib, əgər Bəni Qəhtanlılar kişi olsaydılar, onu ölümdən qoruyardılar. Bundan sonra siz Vəlid və Mərvan kimi zalimların əsarətində yaşamaq istəmirsinizsə, elə bugündən etibarən Bəni Abbas hakimiyyətinə və Allah Rəsulunun əmirlərinə beyyət eləməyinizi sizdən tələb edirəm. Beyyət edirik! Beyyət edirik! Xoş gəlmisən Səxir. Sağ ol bacı.
təbrik eləyirəm. Mübarək olsun Asim. Mübarəkdir. Mübarək olsun Asim, mübarək olsun. Mübarək olsun Asim. Mübarək. Agah olun. Mən babam möminlərin əmiri Əli ibn Əbu Talib əleyhissalam dediyi kimi deyirəm. Ey insanlar, məndən soruşun. Məni itirməmiş, istədiyinizi məndən soruşun. Mən göydə olanları, yerdə olanlardan yaxşı bilirəm. Fitnə ayılmamış və ümmətin arzularını puç etməmiş soruşun. Haqlı həqiqət günəş kimi aydındır. Mən indi onu sizi gördüyümdən də açıq aydın görürəm. İndi evimə qayıdıb, İmam Sadiqə qoşulmağım ən doğru olan seçimdir. Bu dünyada onun bənzəri yoxdur. O, bu ümmətin həm dininin, həm də dünyasının imamıdır. Biz hər şeydən əvvəl insanları zülmdən qurtarmaq istəyirik. Biz yaxşılıqlara dəvət eləyir, pisliklərdən çəkindiririk və İmam Hüseynin yolunu yaşadırıq. Film 2013-cü ildə Salam studiyasında dublyaj olunmuşdur. Dublyajın rejissoru Natiq Şəkərəliyev, tərcümə edənlər Rəhman Abdullayev, Fərid Camalov, redaktor Vüqar Həsənov, qrafika Elmar Vəliyev, dublyajın baş prodüseri Emin Abbasov. Filmi dublyaj etdilər İlham Əskərov, Kazım Abdullayev, Nəcibə Hüseynova, Ofeliya Novruz qızı, Gülnarə Zülalova, Qədir Mirzə,
Vüsal Xalıqoğlu, Rövşən Məmmədli, Pərviz Məmmədrızayev. Texniki dəstək Butafilm Kino şirkəti.